Mingəçevirdə sahibsiz itlər son günlər sakinlər üçün ciddi təhlükə yaradıb. Küçə itlərinin uşaqlara hücum etdiyi 17 saylı məktəbin həyətini özlərinə məskən seçdiyi bildirilir. Mənim nəvəm 2-ci sinifdə oxuyur. O gün məktəbdən çıxanda itlər cumub, tutubdu it. Aparıb 4 dənə iynə vurdurmuşuq. Elə tutmasa da qorxusu da bəsdir. O uşaq xəstələnib, pis günlərə düşsə nətər olacaqdı? İtlər doludur. Yəni itlərin əlindən uşaqlar bax buradan keçə bilmir. Ay dədə, sənin ağrını alım. Bu itlərə bir əncam eləyim. Bu uşaqlar yazıqdır. Bax tutubdu it. Aparmışıq balinsiyaya. Balinsiyada ona iynə vurublar 4 dədə. Hələ biri durur, birini də aparıb vurdurasıyıq. Bu itlərə bir əncam çəkilsin daha. Heç kəs baxmır bu işə. 2 ay bundan qabaq bir də oxuyan nəvəmi tutmuşdu. Tutmuş yəni qorxuzmuş. Onun da bu eyni qaydada. Qabağına mən çıxıram uşaqların. Mənim yanımda. Dünən də qız nəvəm, o birisi bacısını tutmuşdu. O lap elə gündəydi. Allah haqqı ağappaq uşaq açın. Elə onun qorxusuna bəsdir. Maması yanında olubdu. Deyə it bizdən aralandı, indi getib başqa uşağa soxuldu. Bax bu məktəbin həyətində olubdu. Mən özüm şəxsən böyük adam, burada mən keçib gedə bilməm itlərin əlinə. Mağazinə zada vallahi gedə bilmirik. Mən özüm qorxuram. Uşaqlar nə tə həyəcan keçirməsin burada. Bizim o aralıq deyilən Fərruxov da yaşayır o küçədə. Yəni ora gecə, gündüz mümkünsüzdür ya keçmək. Qaldı ki bu 17 nömrəli məktəbin həyəti, bura gəliş gidiş. İt böyük kiçik tanımır. O gün gəldiyim yerdə mənim şəxsən özümə soxulu o itlər. Xahiş eləyərdi əlaqədar təşkilatdan. Kimə bunun işdən baxırsa, maraqlanırsa, bu işin qarşısını alsın. Gərək kiməsə ziyanlıq ola, kalsın balasını bədbəxt eləyə. Ona görə də əvvəlcədən xahiş elədik və əlaqədar təşkilatlardan kim bu işlə məşğul olsa bu işin qarşısını alsın. Əsas bu zonada, məktəb həyətində. Məktəbə gəldiyi yerdə sırağa günü qovub, qonşu yaxşı ki çıxıb qabağına. Vallahi uşağın ürəyi partlamış. Oğlan uşağıdır, 5-ci sinifdə oxuyur. Zorla əlindən almışıq, iti qovmuşuq, daşla zadla zorla gəlib çıxıbdı uşaq. Təzə iş məktəbə qoymadım ki, rəngi zülfü ağappaq idi. Nə gün deyildi uşaq. Sakinlərin qorxulu kabusuna çevrilən məsələnin nə vaxt həll ediləcəyini öyrənmək üçün aidiyyəti qurumlara üst tutduq. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən bildirildi ki, həmin itlərin çoxu ərazidə yaşayan sakinlərə məxsusdur. Bildirmək istəyirəm ki, əvvəllər də bu şəkildə müraciətlər olunmuşdur. Biz bu məsələ ilə bağlı monitorinq aparmışıq və müəyyən etmişik ki, bu itlərin bir çoxları biz 17 nömrəli tam orta məktəbin ərazisinə yaxın yerləşən fərdi yaşayış evləridir. Məhz həmin fərdi yaşayış evlərində təsərrüfatla məşğul olan şəxslər itlər saxlayırlar. Ən böyük qlobal problemlərdən də biri həmən itlər gündüzlər təsərrüfat yerlərində olsa da, onların cütləşməsindən əmələ gələn balaca itlər tam sahibsiz qalır, onlar təsərrüfatda saxlanılmır, onları azdırmaq məqsədi ilə öz təsərrüfatlarından çıxardırlar və beləliklə həmən itlər, yəni həmən təsərrüfat itlərindən əmələ gələn digər itlər sahibsiz itlərə çevrilir. Sahibsiz itlərlə bağlı bizim idarə İcra Hakimiyyətinin tapşırığı ilə bir çox işlər görüb. Hal-hazırda bizim öz şəxsi maliyyə hesabı, idarənin şəxsi maliyyə hesabına müvəqqəti sığınacaq tikilir. Əfsuslar olsun ki, bəzi vətəndaşların məsuliyyətsizliyi bizim apardığımız bu işləri çətinləşdirir. Biz tək küçə itləri ilə yox, həm də sahibli itlərlə də mübarizə aparırıq.